Azərbaycanda uşaqlar üçün sosial şəbəkələrə giriş məhdudlaşdırıla bilər. Başqa cür ifadə etsək, sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək. Əziz izləyicilər, qısa başlıq ilə qarşınızdan belə ki, Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı mühüm bir sərəncam imzalayıb. Sənədə əsasən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi nəzərdə tutulur. Neçə yaşdan sosial şəbəkələrə giriş mümkün olacağı ilə bağlı normativ hüquqi aktların hazırlanması üçün Nazirlər Kabinetə 3 ay vaxt verilib. Eyni zamanda məktəbə hazırlıq və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar da müəyyən ediləcək. Təhsil proqramına rəqəmsal savadlıq, kiber təhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları daxil ediləcək. Valideynlər və müəllimlər üçün də maarifləndirmə tədbirləri gücləndiriləcək. Təbii ki, bütün bunlarda əsas məqsəd uşaqları zərərli məzmundan qorumaq, onların psixoloji rifahını və təhlükəsizliyini təmin etməkdir. Bu qərar sosial şəbəkə istifadəsində yeni mərhələnin başlanğıcı ola bilər. Əziz izləyicilər, bu videonu bəyənib paylaşın ki, daha çox insan bundan xəbərdar olsun. Maraqlı məlumatları qaçırmamaq üçün isə səhifəmə abunə olmağı unutmayın. Əsası özünüzdən müğayət olun.